Hər vaxtınız xeyir olsun. Yanvar ayında asinxron qruplar başlayır. Bəzi müəllimlərimiz yazır ki, asinxron qruplarda mən hazırlıqda olmamışam, çox narahatam və düşünürəm ki, alınmaz, məsuliyyətlə yanaşa bilmərəm. Əslində bir şey deyim ki, məsuliyyət bütün qruplarda vacibdir. İstər əyani gəlsəz, istər onlayn, istər asinxron, fərqi yoxdur. MİQ-ə gediriksə, mütləq məsuliyyətli şəkildə çalışmalıyıq. Məsuliyyət mütləq önəmlidir. Məsuliyyətimiz yoxdursa, həmişə dediyim bir söz var, 5 dənə mənim kimi müəllimlə hazırlaşsaz, heç bir xeyri olmayacaq. Məsuliyyət hər bir qrupda vacibdir. Yox, əgər sırf siz düşünürsünüzsə ki, mən asinxron qrupda istəmirəm, onlayn qrup istəyirəm. Onlayn qruplarımız sentyabrdan başlayır və sentyabrdan başlayan qruplarımız yanvar ayında siyasi coğrafiya başlayır, siyasi və sosial coğrafiya başlayır. İstəsəz yanvar ayında bizlə qoşula bilərsiniz, mart ayında bitirib ümumi təkrara başlayacaq, əvvəlki mövzuları da orada öyrənə bilərsiniz. Yox, əgər sıfırdan istəyirsinizsə, onda asinxron qruplara qoşula bilərik. Asinxron qrupların müsbət tərəfləri çoxdur, çünki siz konkret vaxt ərzində qoşulmağa məcbur deyilsiniz. İstədiyiniz vaxtı sadəcə olaraq cədvəlinizi qurmalısınız ki, mən bu həftənin mövzusunu gələn həftəyə saxlamayacağam. Ki, özünüzə qarşınıza məqsəd qoyursunuz və gündəlik sınaqlar onlayn şəkildə göndərilir. Siz daxil olursunuz sayta öz şəxsi kabinetinizə və öz şəxsi kabinetinizdə onları işləyirsiniz. Və təbii ki, o nəticə hər gün sizin, yəni o gündəlik quizlər sizi məsuliyyətə cəlb edir. Baxırsınız ki, sizin bugünkü nəticəniz necədir, keçən dəfəki nəticəniz necədir və onu müqayisə edərək gələn dərsə daha yaxşı, daha dərindən hazırlaşa bilirsiniz. Yəni bunlar sizi gündəlik quizlər və aylıq sınaqlar məsuliyyətə onsuz da səsləyəcək. Yəni o sizə vizual olaraq görəcəksiniz ki, nəticə artan dinamika ilə gedir, yoxsa azalan dinamika ilə gedir. Yox, əgər məsuliyyətimiz yerli dibli yoxdursa, təbii ki, hazırlaşmağa dəyməz, çünki vaxt itkisidir. Məsuliyyətli olmaq son dərəcə vacibdir. Sağ olun.